İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası olub. Kanal 10 TV Azərbaycan xəbər verir ki, hadisə bugün səhər saatlarında İsmayıllı rayonu ərazisində qeydə alınıb. Hyundai markalı avtomobili idarə etmədən çıxaraq əvvəlcə Vaz 10, daha sonra isə Ford markalı mikroavtobusa çırpılıb. Nəticədə Vazın sürücüsü 33 yaşlı Ümid Vəliyev və sərnişini olan xanımı 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Həmçinin digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.